Bugünkü dərsimiz 19-cu əsrin sonu, 20-ci əsrin əvvəli Hindistandır. Hindistan Böyük Britaniyanın müstəmləkəsi idi. Əslində 18-ci əsrdən başlayaraq İngiltərə Hindistanı işğal eləmişdi, amma 19-cu əsrdə də bu siyasət davam etdirilirdi və İngilis istismarının burada əsas forması Hind xalqı üzərinə ağır vergilər qoyulması, milli zülm, Hindistana sənaye malları satmaq, xam mal aparmaq, Hindli əhali əgər orduda xidmət edirsə, onlara ikinci dərəcəli hərbiçi münasibəti göstərilməsi idi. 1856-cı ildə ingilislər Aud knyazlığını özlərinə tabe edərək Hindistanın işğalını tam olaraq başa çatdırırlar. Onlar Hindistanın işğalını Ostend şirkəti vasitəsilə keçirirdi və Ostend şirkəti yeni mülklər ələ keçirməsi İngilis hökumətinin maraqları ilə oxşarlıq təşkil edildiyinə görə 1813-33-cü illərdə yeni xartiya qəbul olunur. Həmin xartiyaya əsasən Çin və Hindistanda ticarətdə artıq inhisarçılıq hüququ yox idi. Bu isə imkan verir ki, bütün İngilis sahibkarları Hindistana yol açsınlar, orada iştirak eləsinlər. 1857-ci ildə Hindistanda İngilis müstəmləkəçiliyi əleyhinə sipahi üsyanı olur. Üsyanın başlama səbəbi buradakı İngilis müstəmləkəçiliyi və Hind xalqının zorla xristianlaşdırması barədə xəbərlər idi. Üsyanın başlamasına bəhanə isə sıravi əskərlərin yeni patronlardan istifadədən imtina etməsidir. Çünki onlar patronu açmaq üçün dişlərindən istifadə eləməli idi və qutunun iplərinə də inək və donuz peyi sürtmüşdülər. Hindli əskərlərin sipahi əskərə deyirdilər. Hindli əskərlərin etiqadına görə inək müqəddəsdir və onlar inək əti yemirlər. Müsəlman olan Hindistanlı əskərlərin etiqadında isə donuz, mundar və haram idi. Buna görə də onlar bundan etiraz edirlər. Dehli şəhərini ələ keçirib və sonuncu Moğol sülaləsinin nümayəndəsi olan 2-ci Bahaduru özlərinə deməli rəhbər seçirlər və qısa müddətdə üsyan dalğası bir neçə vilayətə yayılır. Amma 1859-cu ildə üsyan məğlub olur, çünki üsyançıların maraqları müxtəlif idi, onlar nizamsız idi, vahid komandanlıq və rəhbərlik yox idi. Üsyan nəticəsində Böyük Moğol dövləti rəsmən sona çatır və eyni zamanda Ostend şirkəti də ləğv olunur. Artıq sipahilər üsyanından sonra Britaniya hökuməti əməli addımlar atmalı idi. Britaniya bir metropoliya hökuməti idi. Metropoliya deyəndə biz koloniyalarını iqtisadi baxımdan, yəni ondan asılı olan əraziləri istismar edən dövlətə deyirik. Bu metropoliya tezliklə Hindistanın idarəçiliyini təkmilləşdirmək barədə akt qəbul edir. Həmin aktə əsasən Ostend şirkəti ləğv olunur, idarəçilik İngilis taxtına keçir. Nəticədə 1876-cı ildə Kraliça Viktoriya Hindistan imperatritsası olur. Hökumətdə Hindistan işləri ilə bağlı nazir vəzifəsi yaradılır. Hindistanda ali hakimiyyət general qubernatordan vitse-krala keçir. 19-cu əsrin ikinci yarısında Hindistanın xam mal mənbəyinə çevrilmə prosesi daha da güclənir. 19-cu əsrin ikinci yarısında artıq Hindistanda kapitalist münasibətləri yaranmağa başlayır və 1884-cü ildə Bombey şəhərində ilk milli kapitala məxsus olan ilk toxuculuq fabriki yaradılır. Burada fəhlələrin vəziyyəti çox ağır idi. 16 saat iş saatları var idi. 1890-cı illərdə uşaq və yeniyetmə əməyindən istifadəni məhdudlaşdıran ilk fəhlə qanunları qəbul olunur və 19-cu əsrin sonunda artıq Hindistanda ictimai həyat daha da aktivləşir. Avropada təhsil alan, milli dəyərlərə, ənənələrə hörmət edən ziyalılar bu işdə mühüm rol oynayırdı. 1885-ci ildə İngilis hökumətinin razılığı ilə onlar Hindistan Milli Konqresini HMK adlanan ictimai cəmiyyəti yaratdılar və bu HMK-nın məqsədi o idi ki, maraqlarını İngilis parlamentində təmsil etsinlər və Hind xalqının hüquqlarını artırsınlar. Amma Hindistanda
bu HMK-nın siyasətinə qarşı Britaniyada belə bir addım atır ki, onlar parçala hökmranlıq et prinsipini davam etdirirlər. Roma imperiyasından qalan, belə ki, Hindli fraksiyanı nümayəndəsi olan Tilakla müsəlman lider Seyid Əhməd arasında ziddiyyətləri kəskinləşdirirlər. 1919-cu ildə Hindistanın idarə olunması haqqında deməli qanun qəbul olunur və İngiltərə müstəmləkə rejimini möhkəmləndirmək siyasətini burada daha da davam elətdirməyə başlayır. Deməli, həmin dövrdə yerli hakimiyyət yüksək vəzifəli ingilislərin əlində idi və cəmi hindli əhalidən 1%-in səs vermə hüququ vardı. Onlar 3%-ə qaldırırlar. Bu da etiraza səbəb olur. HMK-nın kütləvi mübarizəsi olur və Mohandas Gandhi, Mahatma Gandhi də deyirlər, Milli Konqresə başçılıq edərək vətəndaş itaətsizliyi kampaniyası başladır. Amma İngilis hökuməti bunu qəddarlıqla yatırır. 1928-ci ildə Lord Simonun rəhbərliyi ilə yeni konstitusiya hazırlanmağa başlayır və bu konstitusiya hazırlananda komissiyanın tərkibində bir dənə də olsun hindli yox idi. Bu da yeni bir etiraz dalğasına səbəb olur. 1930-cu ildə HMK yenidən vətəndaş itaətsizliyi keçirir. 26 yanvar Hindistanın istiqlaliyyət günü elan olunur və 1930-cu ildə burada düz yürüyüş olur. Düz yürüyüşünə səbəb o idi ki, duz çıxarılması və satışı müstəmləkəçilərin inhisarında idi. Onlar duzu çox baha qiymətə satırdı və bu xəbər yeni bir deməli İngilis itaətsizliyi kampaniyasına gətirib çıxarır. 1935-ci ildə Britaniya parlamenti Hindistanda yeni konstitusiya təsdiq eləyir. Bu konstitusiyaya görə deməli Hindistan, Britaniya Hindistanı və knyazlıqlardan ibarət olan federasiya elan olunur və artıq ölkə əhalisinin 12%-nin seçki hüququ var idi. Və milli azadlıq hərəkatına burada zərbə vuran əsas amil olur ki, bunlar ingilislər müsəlmanlar və qeyri-müsəlmanlar arasında mübarizəni gücləndirirdi. Bu isə Hindistanın müstəqil olmasının qarşısını alırdı.